Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan yazılmış formada alqoritm sözü daxil edilərsə, nəticəni müəyyən edir. Deməli, A-ya nəyi mənimsədir? Daxil edilmiş sözü listə çevirir. Onda A bərabər olacaq. Bunu listə çevirirəm. A, L, bunların hər biri dırnaqda olacaq. Q, O, R, I, T, bir də M. Bu oldu A siyahısı. I bərabərdir 1-dir və I hər dəfə bir-bir artacaq. O zamana qədər ki, A-nın ümumi uzunluğundan kiçik olduğu müddətdə dövrə girəcəyik. A-nın uzunluğu da elə bunun üzərinə 1, 2, 3, 4, 5, 6, 7, 8. A-nın uzunluğu hələ ki 8-dir. A-nın uzunluğu 8-dir. I 8-dən kiçikdirmi? Hə. Və if-də olan şərtdə A-nın ininci indeksinin kiçik hərf olması şərti verilir. A-dan böyük Z-dən kiçik olma o deməkdir ki, yəni kiçik hərfdirmi? Bunun üzərinə yazıram. Yəni A-nın ininci indeksi kiçik hərfdirmi? Kiçik hərfdirsə, A-nın ininci indeksini silir və i-ni ulduzla əvəzləyir. A-nın içərisində ininci indeksi ulduzla əvəzləyir. Deməli, başlayıram. Amma kiçik hərf olmayanda eləcə A-nın ininci indeksini silir. Burada artıq əvəz etmə eləmir. Deməli, ilk olaraq i 1-dir. Və Lenadan kiçikdirmi? Hə, dövrə giririk. A-nın ininci indeksi, yəni A-nın birinci indeksi bax budur. Bu kiçik hərfdirmi? Yox. Yox dediyimə görə else gəlirəm və A-nın ininci indeksini, birinci indeksini silirəm. Bu artıq silindi. Və i bir vahid artır. I bu dəfə olacaq 2. Və təzədən gəlirəm. I 2 kiçikdirmi? Artıq A-nın uzunluğu dəyişib. A-nın uzunluğu bayaq 8 idisə, indi artıq 7-dir. Yenə də hə, dövrə girirəm. Bu dəfə yoxlayıram. A-nın ikinci indeksi. A-nın ikinci indeksi 0, 1, 2 budur. O hərfidir. A-nın ikinci indeksi kiçik hərfdirmi? Hə. Onda A-nın ikinci indeksini, bax bunu silir və bunu siləndən sonra A-nın içərisində ikinci indeks, yəni elə həmin yeri ulduzla əvəzləyir. Bax, bura yazıram ki, bura ulduz olur. İndeks əməllisini bu bizi çaşdırmasın. Deməli, o hərfi silindi, ulduzla əvəzləndi. Və i yenə bir vahid artır. I bu dəfə olacaq 3. Və yenə də şərt ödənir. Dövrə girirəm. A-nın artıq 3-cü indeksinə baxıram. Bax, bu 0-cı indeksdir, bu 1-cidir. Ulduz olan 2-dir və bu 3-dür. A-nın 3-cü indeksi kiçik hərfdirmi? Yox. Yoxdursa else gəlirəm və A-nın 3-cü indeksini silirəm. Və burada əvəzləmə olmur. Eləcə silir və i-ni bir vahid artırır. I bu dəfə olur 4. İndeks əməlini silim. Artıq A-nın uzunluğu nə qədər qalıb? 1, 2, ulduz 3, 4, 5, 6 qalıb. Və i də 4-dür. I 4 6-dan kiçikdirmi? Hə. Dövrə girəndə A-nın 4-cü indeksi. A-nın indeksliyim bu 0-dır, bu 1-dir, ulduz 2-dir, bu 3-dür, bu 4-dür. A-nın 4-cü indeksi böyük T-dır. Kiçik hərfdirmi? Yox. Onda else baxıram və A-nın 4-cü indeksini silirəm. Eləcə silirəm. Burada əvəzləmə etmirəm. Və i-ni bir vahid artırıram. I bu dəfə olacaq 5. Yenə bir dənə indeks əməlini silim. İndeks əməlini sildim. Aha, indeks əməlini siləndən sonra indeks əməl silindi. Aha, i də 5-dir. Təzədən gəlirəm while-a. I 5-dir. 5 kiçikdirmi? A-nın uzunluğu nə qədərdir? 1, 2, burada ulduz var 3, 4 elə 5-dir. 5 5-dən kiçikdirmi? Yox və artıq dövrdən çıxış edirəm. Yəni son olaraq A belə qalıbdır. A-nın elementlərini yazıram. A-dır, Q-dur, ulduzdur, i-dir, bir də m-dir. Yəni bizə deyir ki, A-nın içərisində ulduzun sayı nə qədərdir? Ulduzun sayı elə bir dənədir. Doğru cavab olacaq 1.